Arkadaşlar ben Leyla. Bugün ben Sezar salatı pişireceğim. Deməli keks pişirdik, qutab pişirdik, her şey elədik ve Sezar salatı qalmış için onu da hazırlayırıq. O zaman ilk önce size batan çörəklərini göstermek istəyirəm. Onlara makyajlayacağım. Bunları doğrayacağım indi mən. Bu taxtamdır. İndi bunu atıram biraz fıraya atıram. Hayır. Doğramağa başlayıram. İlk öncə bir dənə yarısını doğrayıram. Balaca doğrayacağım. Çünki onsuz da qızardanda suxar kimi eləyəndə şişəcək. Bəli, belə doğrayıram bunları çörək formasında. Sonra artıq sok eləyirəm. Və çox kiçik yağda gətirirəm. Baxın, belə kiçik olmalıdır. İndi ekranda böyük görsənə bilər, amma əslində balaca olmalıdır. Deyirəm, bunları doğrayıram. Hamısını bir göstərməyəcəm videoda. Çox vaxt gedəcək yoxsa. Sezar salatı mənim ən sevdiyim salatdır. Bir nömrə, yəni Sezardır. İndi doğradım çörəyin yarısında. Bunları belə kiçik doğrayıram. Çox balaca olmalıdırlar. Artıq çörəklərimiz xırdalandı və indi isə kağını yumağa keçirəm. Kağlarımız tərtəmiz yuyulur. Sonra isə bayaq yuyduğum göyərtiləri xırdalayıram. Göyərtiləri xırdadıqdan sonra isə kiçik pomidorları doğramağa keçirəm. Bunları ya belə ya uzuna ya eninə doğramağınızın fərqi yoxdur. Əgər pomidor çox böyükdürsə, onu daha kiçik bir neçə hissəyə bölə bilərsiniz. Mən hal-hazırda bunu belə 4 hissəyə böləcəm. İndi isə göyərtiyə, toyuğa və pomidora suxarik əlavə edirəm. Sonra isə limon, xardal və mayonez əsasında hazırlanan sos qaba tökülür. Sonra isə qarışdırıram. İndi isə hazırladığım Sezar salatını qaba tökdüm və dadına baxıram. Arvadı. Hayatımda belə gözəl salat yeməmişdim. Süperdir. O zaman bu videomuzda çox gözəl geçsin. Like atıp abone olmayı unutmayın. Sağ olun. Videomda nə görmək istəyirsinizsə, zəhmət olmasa yorumlara yazın.